Bu mətni gördüm və fikirlərim ki, zəruridir bunun haqqında bir neçə cümlə deyim. Yazırsınız ki, təcziyə İranda daha qabil icradır federalizmdən və yazırsınız federalizm antitezdir təcziyə. Təcziyə ya deyək istiqlal xahi. Biz ədəbiyyatımızda təcziyə sözündən istifadə eləmirik. Bəlkə istiqlal tələblər və ya istiqlal stratejisi olanlar təcziyə sözü işlətmərik biz. Bu sözü məmulən mərkəzçilər işlədirlər. Bir stratejini, bir siyasi düşüncəsinə qarşı nifrət yaratmağa. İstiqlal bir siyasi stratejidir və bir düşüncədir, yəni bir düşüncə tərzidir. Və biz oradan ki, dünya insan haqlarına etiqadımız var. Ona görə hər kəs hangi fikri daşıyırsa ona haqqı var deyə düşünürük. Yəni hər kəsin haqqı var hansı stratejiyə inanır, inansın və onu təbliğ eləsin. Yəni bu həm sağlara, həm sollara, həm bizim hərəkətin içində fərqli kəsimlərə və dünyanın hər yerində hər kəsin bir düşüncə varıdır, o düşüncəyə təbliğ edir. Baxmayaraq o düşüncə nə qədər düzdür, nə qədər vaqiidir, nə qədər vaqiidir, o düşüncəni təbliğ eləməyə haqqı vardır. Ona görə burada istiqlalçılar bir fikri axın kimi vardılar indi hər halda. Qabaqca yox idi bu bir şey. Təzə bu 20-30 ildə belə bir şeylər meydana gəlib var. Amma acaba istiqlal əlverişli bir şey demək, yəni icrai ola bilirmi? Məncə olamaz. Çünki bir siyasi coğrafiyanın istiqlalını o millətin ixtiyarında bir şey deyil ki, millət desin mən istiqlal istəyirəm və getsin istiqlal alsın. Yəni bir dövlətin ya bir coğrafiyanın istiqlalı, məsələn deyək Azərbaycan İranda ya Kürdistan İranda istəsə istiqlal tapsın. Hətta o xalq istəsə də belə, bunun o mənada deyil ki, istiqlal ala bilər. Bəlkə istiqlalın qərarını xarici dövlətdə verərlər. Bir millət istəsə, tamam. Amma o istəməklə bir istiqlal ala bilməz. Xarici dövlətlər öz mənafeylərinə baxaraq o istiqlalı qəbul ya rədd edərlər. Ona görə istiqlal şüarı bir siyasi nüru ki var Azərbaycan nüru siyasının əldə etdiyi bir strateji çərçivəsində deyil. Yəni istiqlal şüarını biz versək də biz qərar verməyəcəyik ona. Bəlkə xarici qüvvələr, yəni Amerika qəbul etməlidir, Avropa qəbul etməlidir, Rus qəbul etməlidir, Çin qəbul etməlidir, Türkiyə qəbul etməlidir, Əraq qəbul etməlidir. Bunlar qəbul eləmirsələrsə, sən heç zaman istiqlal ala bilməzsən. Yəni heç bir millət. Ona görə pəs istiqlal almaq yalnız bizim millətin əlində deyil ki, hətta əlverişli olsun ya olmasın. Ona görə o strateji ki, bir siyasi gücün əlində deyil, o stratejiyə dayanmaq gerçəkçilikdən uzaqda hərəkət etmək deməkdir. Bu işin nümunəsi də Əraqda hadisə olub. Lap ən son zamanlarda Əraqda İqlim Kürdistanda referendum istiqlala getdi. Dövlətim iqlim referendum istiqlal istədi. Cəmaət getdi rəy verməyə. Amma üçün həm bölgəsəl dövlətlər, Türkiyə, İran, həm küresel güclər, o cümlədən Amerika, Avropa müxalif idilər bundan, belə bir istiqlal əməli olmadı. Halbuki istiqlal millət istir, siyasi güclə istirdi İqlimi Kürdistanda. Amma çünki xarici qüvvələr istəmirdi, olmadı. Bu nümunələrdən var. Məsələn, indi Gebres, Türkiyənin Gebresində bu gün Erdoğan istəyir ki, Gebres 2 dənə dövlət olsun. Ya bir o Gebres-i Türk bir müstəqil dövlət kimi qəbul olunsun. Amma qəbul olunmayıbdır. Yəni Türkiyədən sonra kimsənin qəbul olmayıb. Necə? Bir dənə bir ada kimi ki, dünya ilə heç irtibatı yoxdur, orada durur qalır. Qarabağ özü ayrı bir nümunədir. Qarabağ da istiqlal istirdi. Hətta o Qarabağın istiqlalını Ermənistan özü də belə qəbul eləməmişdi. Yəni heç bir dövlət bir siyasi coğrafiyanın istiqlalını rəsmiyyətə tanımırsa, orada heç bir şey olmaz. Çünki dövlətlər rəsmiyyətə tanımayan bir yerinə əlaqə qurmazlar və dünya ilə əlaqəsi olmayan bir yer, yəni bir sudur ki, durub orada çürüyüb aradan gedə bilər. Ona görə əlbəttə bu nümunələr çoxdur. Fəqət istədim bir daha nümunə vurum ki, bunu göstərim ki, istiqlal bir əlverişli strateji deyil. Niyə? Çünki ona xalq qərar vermir. Başqa qüvvələr və başqa dövlətlər ona qərar verir. Ona görə biz oturub burada bir daha stratejini seçə bilməzdik ki, xarici qüvvələr, o da nə bir dövlət, iki dövlət. Dövlətlər hamısı onu qəbul eləsinlər deyə biz bir strateji yoxsaq ki, bilmirik dövlətlər hamısı onu qəbul eləyəcək ya eləməyəcək. Amma federalizm əlverişli bir stratejidir. Çünki federalizmə İranın içində xalqlar qərar verə bilər. Onu gerçəkləşdirə bilər. Çünki əgərsə məsələn Azərbaycanda güclü bir nüru olsa,
Kürdistanın, Bəlucistanın, ərəblərin və mərkəzdə demokratlar güclənsə, federalizm İranda gerçəkləşə bilər və xalqlar onun formalaşmasına İranda, gerçəkləşməsinə eləyə bilər, öz gücləri ilə əməli etsinlər. Ona görə federalizm əlverişlidir. O istiqlalçı qüvvələr nəinki mən bu sözlə deyirəm, istiqlalçı qüvvələr məhv olsunlar, getsinlər, yox. İstiqlalçı qüvvələr gerçəkçi olsalar, bu gün federal güclərinin yanında durmadılar ki, federal dövlət qurulsun, yəni bir dövlət qurulsun, siyasi coğrafiya bəlli olsun, bayraq bəlli olsun, dil bəlli olsun, hər şey bəlli olsun. Elə bir Azərbaycan dövləti Sovyet Birliyində. Elə bir Gürcüstan dövləti Sovyet Birliyində. Hər şey bəllidir. Bir şərait münasibi gəlsə, o istiqlalda da həmişə istiqlal təbliğ eləsinlər. Şərait münasib olsa getsinlər referenduma İranda. Əgər belə bir referendum qəbul olur və xalqlar da qəbul edirlər və başqa dövlətlər də müzakirədə qəbul edirlər, getsinlər. Amma o indinin işi deyil. İndi istibdadi siyasi ilə mücadilədə nə əlverişlidir? Yalnız federalizm. İstiqlal əlverişlilər üçün dedi ki, xarici qüvvələr ona qərar verirlər. Xarici qərar verən bir stratejiyə, bir siyasi güc niyə barmaq qoysun? Və niyə ona vaxtını qoysun ki, özü qərar verməyəcək? Bir siyasi güc ya bir xalq ki, özü ona qərar verə bilməyəcək, yəni istiqlaliyyətə və başqa dövlətlərin qəbul olması ilə elə bir şey olacaq. Nə üçün ona vaxt qoysun ki, bəlli deyil, olacaq ya olmayacaq? Ona görə biz əlverişli o şeydir ki, biz özümüz, öz gücümüzlə, öz xalqımızın gücü ilə və başqa xalqlarla bərabər əldə edə biləcəyik deyə ona dayanmalıyıq. O da federalizmdir. Çox sağ olun.